Bismillahirrahmanirrahim. Bu zamana kadar İmam Hüseyin Aleyhisselam'ın suya göre şəhid olduğunu deyərək imamın hədəfini bizə səhv çatdırıblar. İmam Allah'ın dinini, haqqı qorumaq üçün öz ailəsi ilə birlikdə şücaətlə meydana getdi. Kərbəla sadəcə bir hadisə deyil, məktəbdir. Elə bir məktəbdir ki, bizə şücaəti, haqqı, mübarizəni, haqqı tələb etməyi, dini dəyərləri qorumağı öyrədir. Bu məktəbdən nə qədər dərs almışıq, yoxsa Kərbəla hadisəsini ancaq Məhərrəm ayında xatırlamaqla kifayətlənirik? Kimsə ya sənə, ya da səndən dəyərli olan birinə nalayiq hərəkət etsə, yerində dayana bilməzsən. İndi özün üçün çəkdiyin qeyrəti dinin üçün çək ki, sabah Allahın huzurunda verməyə cavabın olsun. Kaş Kərbəlada İmam Hüseyin Aleyhisselamın yanında olardım demək asandır. Bugünkü Kərbəlada İmam Hüseyin Aleyhisselamın nə qədər yanındasan? Vuruşmaq təkcə ələ qılınc silah almaq deyil. Əgər bugün sən zülmü, haqsızlığı yaymaqdan qorxursansa, deməli Kərbəlada da qorxudan İmam Hüseyin Aleyhisselamın qoşununda yox, Şimrin qoşununda olardın. İmam Zaman ağanın zuhuru üçün dua etmək lazımdır. Amma bugün dini dəyərlərin əzilməsini göz yumub dilsiz qalsaq, sabah İmam Zaman ağa zuhur edəndə onun yanında yox, qarşısında olardı. İndi də biz kimə zülm olunur, onların yanında olmalıyıq. Əgər yanında olmaq mümkün deyilsə, ondan o zülmü yaymaq lazımdır. Qoy hamı bilsin ki, zülmə baş əymək olmaz. Bəlkə onlar da sənin sayəndə bilər ki, zalim kimdir.